Azərbaycan Efiopiyadan qərənfil ixal etməyə başlayıb. 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə xaricdən ümumilikdə 188 min ABŞ dolları dəyərində 2 milyon 720 min qərənfil gətirilib. Xatırladaq ki, bir zamanlar Abşeron yarımadasında qərənfilçilik yüksək gəlir gətirən sahələrdən biri hesab olunurdu. Qərənfil az qala neftdən sonra ikinci əsas sərvət kimi tanınırdı. Qara torpaqdan milyonlarla manat gəlir əldə edilirdi. Həmin dövrdə indiki kimi qapalı istixanalar mövcud olmasa da, əsasən açıq tipli gül parnikləri fəaliyyət göstərirdi və bu sahə dayanıqlı gəlir mənbəyi idi. Lakin sonrakı illərdə qərənfilçilik tədricən tənəzzülə uğradı və nəticədə bu sahə demək olar ki, tamamilə sıradan çıxdı. Qlobal Info Zirədə yerləşən qərənfil istixanasının sahibi Cəlal Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, uzun illərdir vəziyyət stabil olaraq qalır. Stat: Bugün istiliklə ayaqlaşmaq çətindir. Bu yalnız qərənfil yox, bir çox istixanalarda müşahidə olunur. Digər günlərə nisbətən ən çox qərənfil 20 yanvar şəhidləri üçün alınır. Başqa günlərdə yerli məhsulumuzla bazarlarımızı təmin edə bilirik. Amma xüsusi günlərdə ehtiyac daha çox olduğu üçün başqa ölkələrə müraciət olunur. Cəlal Məmmədov deyib ki, çox qərənfil yetişdirmək çətindir. Bunlar hamısı xərc tələb edir. Vəsait yatırıb əkirik, amma qazanc əldə edə bilmirik. Gəlir əldə etmək üçün gərək biz də başqa ölkəyə qərənfil sataq. Bizim isə belə imkanımız yoxdur. 10-15 ildir ki, satış və istehsal stabil qalır. Yəni nə irəliləyiş var, nə geriləmə. Su öz axarı ilə gedir. Eyni sayda əkirik, eyni qaydada satırıq. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.